Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 13 Kasım 2025 Perşembe. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Mən də Əli. Bütün dinləyicilərimizi salamlayıram. Ali Bey, dün programı çok acı bir haberle açmıştık. Gence'den Türkiye'ye giden askeri uçağın Gürcistan'da düşmesinden bahsetmiştik. Notlarıma bakıyorum da bugün konuyla ilgili yeni gelişmeler var. Bəli Özləm, təəssüf ki dünən bu kədərli xəbərlə başladıq. BBC Azəri servisinin bildirdiyinə görə qəzada 20 əskərimiz şəhid oldu. Bugünkü xəbərlərə görə qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb və araşdırılması üçün Türkiyəyə göndərilib. D.Az saytının yazdığına görə qara qutunu daşıyan təyyarə artıq Ankara'ya enib. Kara kutunun bulunması çok önemli. Umarım kazanın nedeni en kısa zamanda anlaşılır. Liderler düzeyinde de bir temas olmuş sanırım. Bəli, Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan, Gürcüstan prezidenti Mikhail Kavelaşvili ilə telefonla danışıb, istintaq prosesindəki dəstəyə görə təşəkkür edib. Bu zor günlerde dayanışma çok değerli. Yine Türkiye ile ilgili manevi değeri yüksek bir haber daha var notlarında. Vatan Savaşı şehitlerinin ve gazilerinin çocukları İstanbul'u ziyaret etmiş. Bəli, bu çox gözəl bir layihədir. 44 günlük Vətən müharibəsindəki qələbənin ildönümü münasibətilə şəhid və qazi övladları üçün İstanbula səfər təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə məqsəd uşaqların mənəvi-psixoloji vəziyyətini yaxşılaşdırmaqdır. Ne kadar güzel düşünülmüş. Şimdi iç gündeme geçiyorum notlarda. Cumhurbaşkanı Aliyev'in yeni atamalar sırasında yaptığı sert açıklamalar var. Kaynak olarak Azadlık Radyosu'nu not düşmüşsün. Biliyorsunuz dinleyicilerimiz, Azadlık Radyosu Azerbaycan'da muhalif bir yayın organı. Ne demiş Sayın Aliyev? Prezident İlham Əliyev Naxçıvana yeni səlahiyyətli nümayəndə və bəzi rayonlara yeni icra başçıları təyin edərkən, keçmişdə yaşanan qanunsuzluqların səbəbini mərkəzdə oturan şımarmış məmurların göstərişləri ilə əlaqələndirib. Pardon Ali, icra başkanı tam olarak ne anlama geliyor? Bizdeki karşılığı nedir? İcra başçısı bizdə dövlət tərəfindən rayonlara təyin edilən idarə rəhbəridir. Sizin vali və ya kaymakam vəzifələrinə bənzəyir. Anladım, yani atanmış yerel yöneticiler. Şımarmış memurlar ifadesi de epey sertmiş. Yine aynı kaynaktan, yani Azadlık Radyosu'ndan bir haber daha var. Muhalefet partisine yönelik bir tutuklama olmuş. Bəli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai rayon şöbəsinin sədri Faiq Nağıyev polis tərəfindən saxlanılıb və 30 sutka inzibati həbs cəzası alıb. Partiya bunun siyasi təzyiq olduğunu bəyan edir. Anlıyorum. Şimdi biraz ekonomiye bakalım. Notlarda Azeri Gaz'ın gaz kaybı haberi var. Bu da Meydan TV'den, ki o da bir muhalif yayın organı. Rakamlar çok ilginç. Bəli, Azəri Qaz İstehsalat Birliyinin qaz itkiləri bu ilin 10 ayında 602 milyon kub metri keçib. Mütəxəssislər bunu köhnə boru xətləri və nasazlıqlarla əlaqələndirsələr də, bəzi keçmiş işçilər rəqəmlərin korrupsiya və qaz oğurluğunu gizlətmək üçün şişirdildiyini iddia edirlər. Vay canına, 1 milyar metreküp gaz kayıp. Bu kayıp kaçak hikayesi bana hiç yabancı gelmedi nedense. Neyse ki ekonomiyle ilgili iyi bir haber de var. Dünya Bankası Azerbaycan'a destek verecekmiş. Bəli, Azərbaycan Maliyyə Nazirinin müavini Dünya Bankı nümayəndə heyəti ilə görüşüb. Dünya Bankı Azərbaycan maliyyə sisteminin, o cümlədən dövlət maliyyəsi və investisiya idarəçiliyinin modernləşdirilməsinə dəstək verəcək. Umarım bu destek boşa gitmez. Kaybolan gazlar gibi olmaz. Ali, bugünkü notlar için çok teşekkürler. Gündem yine çok yoğundu. Mən təşəkkür edirəm Özləm. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.